Hörmətli Ədalət bəy, mən istəyərdim biz bugün Rusiya-Ukrayna savaşını detallı şəkildə, xüsusilə hərbi müstəvidə bir müzakirə eləyək, tamaşaçılarımızı məlumatlandıraq. Son dövrlərdə Qaradəniz, Krım, Krasnodar və digər liman şəhərləri başda olmaqla Sankt-Peterburq və Moskvanın hədəf alınması, eyni zamanda 9 may paradına qədər çox qısa müddətin qalması fonunda Ukrayna bu atəşkəsə riayət edəcəkmi? Bax, bu sualların cavablarını eşitmək istəyərdik sizdən. Ateşkəsə riayət olunması o zaman mümkün olardı ki, bu ateşkəs haqqında hansısa bir yekun qərar qəbul edilsin. Belə bir qərar qəbul edilmədi. Təkliflər səsləndi. Əsasən də bu təklif Ukraynanın Moskva ətrafına bir neçə dron zərbəsindən sonra Putin tərəfindən Trump'a təklif edildi. Daha doğrusu Trump vasitəsilə Ukrayna ilə bir atəşkəs əldə olunmasına dair təklif verilmişdi. Mən də bunu əvvəlki bir efirdə şərh eləmişdim ki, belə bir anlaşmanın olacağını düşünmürəm. Çünki Rusiya sırf 9 may hərbi paradını keçirmək və bu paradın təhlükəsizliyini təmin etmək məqsədi ilə Ukraynanı belə deyək, zərbələrdən yayındırmağa çalışır. Təsəvvür edin ki, məsələn, parad keçirildiyi yerdə 3, 5, 7 və yaxud da daha çox dron həmin əraziyə düşür. Həm bu itkilərin sayını artıra bilər, həm də Rusiya üçün çox yadda qalan negativ bir hadisə olar ki, uzun illər boyu Rusiya bunu öz tarixindən silə bilməz. Yəni, hərbi parad nə deməkdir? Öz gücünü göstərirsən və sənin də hərbi parad heyəti və dron zərbələri ilə müharibə apardığın ölkə müdaxilə edir. Bu paradı pozur. Bu dünyada belə deyək, bir dəfə İranda olmuşdu. Parad zamanı partlayış olmuşdu və o paraddan görüntüləri izləyənlər bilir. Detonasiya vermişlər hansısa kiçik bir, çox da böyük olmayan sursatlardan biri. Aləm bir-birinə dəymişdi. Çeçenistanda bir dəfə belə bir hücum olmuşdu. Orada da nəysə qələbə günü ilə münasibətlə tədbir keçirdilər, yadınızdadırsa. Orada da müdafiə olmuşdu. Yəni bu elə hadisələrdir ki, mən ekspromptla bunu xatırlayıram. Yəni heç bilmirdim mövzu bundan ibarət olacaq. Bu barədə danışmamışdıq ki, hansısa bir faktları toplayayım. Amma hərbi parad zamanı baş verən insidentlər uzun illər boyu insanların beyinlərində, hafizələrində yaşayır. Ona görə də Putin bir qədər ehtiyat edir. Söhbət niyə məhz keçən ilki, o birisi illərdə keçirilən paradlarda deyil, məhz bu dəfə keçiriləcək paradın parad ərəfəsində Rusiya atəşkəs əldə etmək üçün təkliflər verir. Səbəb ondan ibarətdir ki, daha əvvəl Moskva ətrafına bu qədər yaxın zərbələr Ukrayna tərəfindən endirilmirdi. Ümumilikdə baxırdım ki, 650-700 kilometr arasında Ukrayna puaları daha intensiv istifadə olunurdu. Yəni bu qədər uzaq məsafəyə tək-tək zərbələr olurdu, amma kütləvi bir zərbə həm də sırf Kremlə bu qədər, yəni söhbət 6-7 kilometr yaxın ərazidən gedir. Zərbə endirilirsə, təbii ki, bu Rusiya hərbi siyasi rəhbərliyini narahat edəcək. Bu, eyni zamanda paradda iştirak etmək istəyənlərin də sayını azaldacaq. Bu, təbii ki, hərbi kontingentə aid deyil. Onlar hərbiçidir, güc strukturudur, əmr eləyəcəklər, heyəti gətirəcəklər və onlar orada hərbi paradda, keçiddə iştirak edəcəklər. Amma mülki əhali arasında kiçik bir ajataj və yaxud da paradın başlamasından az əvvəl həmin əraziyə bircə zərbə və bunun da görüntüsünün paylaşılması mülki əhalinin paradı izləmək üçün toplaşmasına kifayət qədər mənfi təsir göstərəcək. Zərbənin də gücünə baxır. Bəlkə də elə ola bilər ki, tamamilə gələn olmasın və bunları da nəzərə alır. Nədən indiyə qədər atəşkəs barəsində Putin təklif vermirdi? İndi isə deyirlər, biz Rusiya ilə nəticə verə biləcək danışıqlara da hazırıq.
Əvvəlindən də belə bir söz qoyur, nəticə verə biləcək. Bunu bilirsiniz nə deməkdir? Yəni danışacağıq, sonunda da bir bəhanə tapacağıq, deyəcəyik ki, nəticə olmadı. Yəni elə tələb irəli sürəcəksən, Ukrayna onunla razı olmayacaq, ortada da bir nəticə olmayacaqsa, deməli danışıqlar prosesi də dağılacaq, atəşkəs prosesi də. Buna görə də Ukrayna ta başından deyir ki, bir dəfəlik döyüş əməliyyatlarının qeyri-şərtsiz dayandırılması ilə danışıqlar prosesinə getmək lazım. Rusiya da buna getmir. Çünki çox yaxşı bilirik ki, sonradan döyüş əməliyyatlarını bərpa edərsə Rusiya, möhtəməl ehtimal da böyükdür ki, Rusiya bunu edəcək. Çünki hədəflərinə tam nail olmayıb. Ukraynada Donbas ərazisindən elə də rahatlıqla çıxan deyil. Söhbət Luganskdan getmir. Luganskın demək olar işğalını Rusiya tam başa çatdırıb. Amma Donetsk istiqamətində işğal təxminən 75% təşkil edir və nəzərə alsaq ki, Donetsk ərazisi kifayət qədər böyükdür, onda 25% bəzi Avropa ölkələrinin ərazisi qədər edir. Bu qədər ərazini də Rusiya Ukraynaya təklif edir ki, əskərlərini oradan çıxart. Yəni, işğal eləyə bilmədiyini də danışıqlara oturmaq bəhanəsi ilə Rusiya əldə etməyə çalışır. Əslində, belə metodlara biz indi İranda da rast gəlirik. ABŞ da orada hərbi əməliyyatlarla əldə etmədiyini danışıqlar masasında əldə etməyə çalışır. Amma bu elə də rahat olmur. Ən etibarlı metod əskərin fəaliyyətləri ilə, yəni hərbi əməliyyatlarla ərazini azad etmək və yaxud da indi Rusiyanın təbirincə desək, işğal etməkdən ibarətdir. Əskər gücünə işğal olunan ərazini kimsə artıq geri qaytarmaq üçün danışıqlar masasında effektiv olmayacaq.